Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ves salatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Rabbi kad ateyteni minel mulku ve allamteni min te'vilil ahadith. Rabbi zidni ilmen fehmen ve elhikni bis salihin. Sadakallahul azim. Alemlerin Rabbi olan Allah Azze ve Celle'ye hamdü senalar olsun. Onun Resulü, iki cihan güneş Efendimiz Hz. Muhammed Mustafa sallallahu aleyhi ve selleme ve onun ehli beytine salat-ı şerifler olsun. Allah'ın rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Aziz değerli kardeşler, Rabbim bizlere en güzel nimet olan ve bu dünyaya geliş sebebimiz olan iman nimeti ve kulluk nimeti nasip etmiş. Ona göre Allah'a ne kadar şükür etsek yine azdır. Hakikaten iman, Allah'a kul olmak, Allah herkese nasip eləməz. O səzdəni Allah herkese nasip eləməz. Çünkü bazen deyilir ha, ben namazı tərk ettim, ibadeti tərk ettim. Yani onun bir mənəvi bir pərdə arxası var. Allah alem biz hədislərə, ayət-kəriməyə baxdığımız zaman yani insan olarak müəyyən qədər anlaya bildirik təbii ki. Qeybi bilən Allah'tır. Amma bir həqiqət var ki, Allah həmd olsun, Allah sevdi, nəsib elədi, mərhəmət elədi, bizlərə hidayət verdi və özünə səzd etdirdi. Ona görə Allah'a səzd etmək böyük bir nimətdir. Və Allah'a qul olmaq özü böyük bir nimətdir. Və qul şuurunu dərk etmək özü bir nimətdir. Çünki onun əksi iblisə aiddir, şeytana aiddir. Səzdə etməməyi, itaət etməməyi şeytana aiddir. Ona görə Rabbim bizləri hidayətdən ayırmasın. Bizləri Allah'a qul olarkən, ibadət edərkən bizləri ən önəmlisi də ixlasdan ayırmasın. Yani onun rızasını edeceğimizi, o şuur var, tefekkür var, o tefekkürden ayırmasın. Bugünkü mövzumuz ona dair olarak Peygamber Efendimiz sallallahu aleyhi ve sellemin şəxsiyyətin, yani o dinin, o yaşantının, o İslam'ın kurulması ve o temellerdir inşallah mövzumuz. Ve her zaman da mövzumuza başladığımız zaman da elbette ki bizim bir İslam dediğimiz zaman, bir Allah'ın hüküm dediğimiz zaman Allah'ın kelamı ve onun öncelikle hem Resulü hem Nebisi vasıtasıyla gelen onun hayatıdır ve sünnedir. Allah Azze ve Celle elbette ki bizim en birinci növbədə baxacağımız, yani baktığımız zaman örnek götüreceğimiz şəxs Hz. Muhammed Mustafa sallallahu aleyhi ve sellem'dir. Ve onun hayatıdır. Çünkü o en güzel yaşayan idi. En güzel Kur'an'ı mükemmel ve kamil bir şekilde yaşayan Allah'ın Resulü'ydi. O hem kul idi hem de Allah'ın Resulü'ydi. Ona göre de bu ayet-i kerime ile bir Müslümanın yani şəxsiyyəti necə qurulmalıdır deyəndə bu temeller var ki inşallah o temellere toxunacağım. Öncelikle Ahzab suresinin 21. ayetinde Estağfirullah لَقَدْ كَانَ لَكُمْ رَسُولُ اللّٰهِ اُسْفَةٌ حَسَنًا لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Bu ayetin üzerinde durarak inşallah değerlendirmeye çalışacağız inşallah mevzumuzu. Ahzab suresinin bu okuduğum ayetin mealında Allah Azze ve Celle başka bir ayetlerde de var tabii ki. Peygamber Efendimiz sallallahu aleyhi ve selleme işaret olarak ondan biridir ki Allah Azze ve Celle okuduğum ayetin mealında bile buyurur.
Həqiqətən Allah Rasulunda Allaha və axirət gününə ümid bəsləyən, baxın, Allaha və axirət gününə ümid bəsləyən dediyimiz zaman burada iki dənə bir mesaj var. Bu bizim bu mətndə, bu ayətin məyalında öncəliklə iki mesaj var burada. Allah və Rasulü. Yəni, Allah Azza və Cəllə özünə itaəti, Rasula itaəti özünə itaət bilmişdir. Mesaj var burada. Bəzən indiki dövrdə, zamanədə, bu əsrdə Quranla sünnəti ayıranlara üçün ən gözəl örnəkdir. Örnəklərdən biridir bu ayət. Və Allah Azza və Cəllə öz isminin yanında zikr edir Rasulun və özəlikləri. Allah Rasulunda Allaha və axirət gününə, yəni Peyğəmbərdə, göndərdiyin Peyğəmbərdə Allaha və axirət gününə, yəni inanacağımız imanın şərtlərindən biri öldükdən sonra dirilməkdir, imanın şərtlərindən biri. O axirət günü dediyimiz inancımız onun üçün deyir. Ona əgər ümidiniz varsa, ümid bəsləyirsinizsə deyir, Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır Peyğəmbərdə. Yəni, bizim üçün ən birinci nümunə, ən birinci örnək Allah Resulü sallallahu aleyhi ve sellem'dir. Yəni, biz müsəlman olaraq şəxsiyyətimizi, duruşumuzu, İslam yaşantımızı formalaşdırdığımız zaman baxacağımız şəxsiyyətdir Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Çünki onda Allah Azze və Cəllə onu müjdəliyir, yəni ayətdə deyir. Bizim üçün örnək verir onu. Ona görə Allah Resulü sallallahu aleyhi ve sellemin həyatı bizim üçün nümunədir. Onun bıraktığı izlər bizim üçün bir İslam'a gedən bir yoldur. Və o yollardan da bölüm olaraq 5 bölüm üzərində inşallah vazımızda, yəni söhbət eləməyə çalışacağıq. Birinci növbədə əlbəttə ki, olmazsa olmazın imandır. Yəni İslam dini dediyimiz zaman birinci növbədə o qapıdan girmək üçün 5 şərt vardır ki, İslamın 5 şərtindən. Kəlmə şəhadət gətirmək, yəni iman etmək. Dilimizlə söyləyib yetinməyib, qəlbimizlə təsdiq etmək. Dilimizlə söyləmək indi insanlar bilə bilər. Görə bilər, amma qəlbi yalnız sən və Rəbbin bilir. Və onun iman edib etmədiyində məhşər meydanında qiyamət günü hesab çəkilərkən möminlər, müsəlmanların cərgəsində mi hesab veriləcək, yoxsa qeyri-müslimlərin? Orada biləcək iman. Ona görə iman nə demişlər? Allahdan qulun arasına girilməz demişlər. Bir söz var. Yəni imanın kimdə olub olmamağı əlbəttə ki bu dünyada ikən onun fədakarlıq göstərir. Mən sevirəm, mən canım, qurban olum Allaha, qurban olum Peyğəmbərinə deməkdən deyildir. Fədakarlıq. Yəni İslam dini bir əli yağda, bir əli balda inkişaf etməyib. Yəni sahabələr o şəkildə olmayıb. Canlarını, mallarını ortaya qoyurlar. Və o şəkildə İslam dini gəlib bizə çatıb. Ona görə bu əmanəti, bu dini öncəliklə gözəl bir şəkildə əxlaqımızla Resulullah Efendimizin həyatına baxaraq nümunəvi bir müsəlman olaraq onu qorumalıyıq. Və birincisi nə gəlir? İman. İman, Allah Resulü sallallahu aleyhi ve sellem bu haqda belə buyurur hədis şərifində. Sizdən biriniz özü üçün istədiyini, qardaşı üçün də istəmədiyi müddətcə haqqıyla iman etmiş olmaz buyurur. Özünə rəva bilmədiyini qardaşına rəva bilərsənsə imanın kamil deyildir. Başqa bir hədisdən də açdığımız zaman bu mövzunu. Demək, özümüzə rəva bildiyini, başqasına rəva bilməmək və yaxud da bilmək Allah Resulü sallallahu aleyhi ve sellem imana bağlıyor.
Demek burada bir şəxsiyyət vardır. Bu əməldə bir duruş vardır, bir müminin duruşu vardır. Bunu en çok da biz ne zaman misal veririk? Özün en güzelini giyinirsən, özün en güzelini sürürsən ve özün en güzelini yeyirsən, ama Allah için veririm deyəndə seçirsən, xeyr ola. Bir o zaman bir çön bax özünə, bir imana bir bax. Niye belədir görəsən? Bir imana nəzər elə. Ona göre özün için ettiğini, özüne rəva bildiğini, qarşıdayına ettiğin zaman ona dikkat eləməlisən. Bunu ister ticaretle meşgul olan insanlar olsun, ister sədaqə veren insanlar olsun. Veyahut da zekat veren insanlar olsun. Adam, mesela üçün, misal olarak verirəm, biraz da açılsın mövzu, daha belə gündəmimizə toxunmaq istəyirəm. Adam ticaretle məşğuldur, adamın deyək ki, geyim mağazini var deyək ki. Baxır, ticaretini eləyir, satır mallarını, satır, axırda defekt mallar qalır. Başlayın sədaqə olaraq çıxartmağa. Sənin imanın o qədər eymiş, o defekt misalı. Mallar xarab olur da, bilirsiniz, məsələn, sus mu yiyir, nəsə elə gəlir, onu nağarır, yani heylə sayılar. O başka bir şeydir. Mesela adam ihtiyaç sahipleri var ki, veyahut da günlük iş gören insanlar var ki, fəhlə dediğimiz kardeşlerimiz var ki, onlara misal üçün fərq etmez yani ne mənada, yani iş paltarı için verebilirsen, o başka. Mən malımın sədəqəsini verirəm, mən malımın zəkatını verirəm deyənə, özü aldatma ey müsəlman. En gözəlindən verəcəksən. Malının en gözəlindən verəcəksən, zəhmət olmasa. Yoxsa karafka mən filan belgəyə, filan yerə zəkatımı dağıtdım deyib, özü reklam eləməkdən deyil. Sən get öz imanı bir kontrolü yoxla. Ona göre iman elə belə bilməyin. Bax, gör imanı hara dayanır. Bir insanın gördüğü o şəxsiyyəti, o əməli imana dayanır. Baxın, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur. Sizden biriniz özü üçün istediğini, qardaşı üçün də istəmədiyi müddətcə hakkıyla iman etmiş olmaz. İmana bağlıdır. Demek burada imana bağlı dediğin zaman ne yazır şöyle ki Allah. Demek sen Allah'tan bağın o kadardır. Halbuki onu veren Allah'tır. Veren de Allah'tır, Allah'ın da Allah'tır. Burada özümüzü bir yoxlamalıyıq. Biz hardayıq diye özümüzü kontrol etmeliyiz. Bir sahabe Peygamber Efendimiz sallallahu aleyhi ve selleme yaxınlaşarak belə söyledi. Ya Resulullah deyir. İmanın ne olduğunu yani soruşur Allah Resulü sallallahu aleyhi ve sellem'den. Peygamberimiz sallallahu aleyhi ve sellem yine güzel bir cevap olarak eğer ettiğin yaxşılıq seni sevindirer ve ettiğin pis əməllər de seni üzerse sen müminsen. Yani hiss edirsiniz da insan bir güzel bir əməl işlediği zaman qəlb rahatlayır. Sevinç duyur. Tabii ki teşekkür almak için, insanlardan teşekkür almak için yok. Orada bir Allah korusun, şeytan da orada bir rol var. Seni ihlasını zədələmək için səni riyakarlıq elətdirir. Ona göre ne demişler? Sağ alın verdiğin solar görməsin, bilməsin. Aslında gizli mesele nedir? Seni şeytandır. Halbuki elə bir niyetin yok da. Seni riyaya soxa bilər. Çok tehlikeli bir şeydir. Çünkü riyakarlıq çok tehlikeli bir şeydir. Niyetin olmayabilir ha. Ama seni orada mütləq çünkü bu vəsvəsə verir. Bunun vəzifəsi budur. Hiçbir iblis, ifrit, şeytan, bu cindən de var, insanlardan da var. Ayet-i kərimədə dediği kimi biyoloji, fiziki olarak gelip insana müdaxilə eləmir ki. Əl-ləzi yuvəsvisu fi sudurin nəs deyir. O deyir ki, şeytan ki deyir, sadırlara vəsvəsə verir. Vəsvəsə verir, onun vəzifəsi budur. Möhlət almış Allah'tan. Düz qiyamətə qədər. Yəni o sənə nə qarzaq gəlir? Biraz insanlar bilsin, yaxşı bir şeydir, yəni sənin əməlləri bilsinlər. Bəlkə səndən örnek götürdü. Bak bu plomu da var ha. Bu hiləsi de var onun. Ona göre çalışmaq lazımdır ki Allah korusun, Allah onun şerrindən korusun. Ona göre Əuzu billahi mineşşeytanirracim deyirik. Həqiqətən də insanı istemeden de
Halbuki niyə elə bir niyyətin yoxdur? Ona görə də ən gözəli gizlin verməkdir sədəqəni. Ki, o səni oraya soxmasın. Və nə deyir? Allah Resulü sallallahu aleyhi ve sellem əgər Allah üçün verirsənsə deyir, qəlbində bir rahatlıq varsa, sükunət tapırsan. Sanki elə bir ki, Allahdan bağını, Allahdan əlaqəni biraz da gücləndirmiş kimi his gəlir. Eşq gəlir, aşk gəlir. Nəyin eşqi? Allahdan sənin aranda bir eşq yaranır. O sənin əməlin gözəl əməldir demək. Və əksi nədir? Sənin qəlbinə bir sıxıntı verirsə, bəzən deyirlər ha, məsəl üçün bir sual verilir və yaxud da bir əməl edirsən, bir hərəkət edirsən, bir feil olaraq, söz olaraq, baxırsan ki, Quran-Kərimdə yoxdur. Hədisdə də yoxdur. İstihat edən alimlərin də görüşləri yoxdur. Nə qarsan, qalmısan belə. Əlbəttə ki, mən demirəm ki, istihat eləsin insan. Çünki bir insan istihat etməsin, gərək yəni alim olsun, bir neçə elmlər bir arada bilsin. Yəni müstəhid dediyimiz alimlər. Amma sıxılmaz bir vəziyyətdə qalmısan, nə qarmalısan? Mən çünki bu sualı vermişdim bir dəfəsində, bəlkə 15-20 il bundan əvvəl bir müəllimə. Əqaid, kəlam, əqidə dərsi deyən müəllimə sual vermişdim. Ola bilər də həyatdır, yəni. Elə yerə gələrsən, qarşılaşdırsan, mövzu yoxdur, yəni. Amma cavab verə bilmirsən və yaxud özünün əməlindən söhbət gedir. Gözəl bir mənə cavab verdi həmən müəllimim. Dedi, qəlbinin səsini dinlə. Qəlbinin. Bax, demə daha, ağılının səsini demə daha. Bilirsiniz də, biz hər zaman bunu söylüyoruz. İman ağılda deyil, qəlbdədir. İman edərkən, La ilahə illallah, Muhammedur Rasulullah deyirsən, amma qəlb önəmlidir, qəlbin. Təsdiq eləməlidir. Qəlbinin deyir, səsinə bax, deyir. Hiss edirsənsə ki, sıxıntı var, daralırsan, bil ki, orada bir problem var. Çünki mən yerə göyə sığmaram, bir mömin qulun qəlbinə sığaram, deyir Allah Azze ve Celle. Allah qəlbdədir. Ona görə o Kəbə evimiz dediyimiz əsil Kəbə qəlbdir. Və tavaf etdiyimiz zaman da qəlbimizi alaraq sola tavaf edirik. Bunu hər kəs bilir, gedənlər. Qəlbimizlə müxatabdır Kəbə. Ağlımızla deyil. Çünki ağıl bir yerə qədərdir. Dərk eləyə bilməz. Qəlb gözü dediyimiz də, niyə görə qəlb gözü deyir? Ağıl gözü desin də. Yoxsa hamısı qəlbə gedir. Mövzumuz o deyil təbii ki. Amma dediyim nədir? Qəlbimizin o hisslərinə diqqət eləməliyik. O əməli edərkən bilmirsən necədir, haqqı nədir? O zaman nə qarsan? Qəlbinin səsini dinləyirsən. Və ona diqqət eləmək lazımdır. Əgər qaralıntı varsa, sıxıntı varsa, qəlbin daraldı. Məsələn, elə bir qardaşlar gəlir, deyir ki, mən bu şeyi biraz cavab olaraq bilirəm, amma qəlbim rahat deyil, müəllim. Gəl istişarə edir səndən. Və yaxud da bir qardaş kim səndən istişarə edir. Qəlbim rahat deyil. Əslində, bax, o mövzudur, bax o. Qəlbin rahat deyilsə, demək ki, orada nəsə var. Biz də nə edirik? Bizim də tövsiyəmiz təbii ki, Quran-ı Kərim və sünnətə dayanaraq Allah Resulü sallallahu aleyhi ve selleminlə cavab veririk. Halal bəlli, haram bəlli. Siz şübhədən qaçın. Bu təqvadır. Bax, buna təqvadır. Orada nə var ki, fətva yoxdur. Ayət var orada. Hədis var, dəlilin var. Hələ buna qaçmaq lazım deyil. Ayət var, hədis var. Bəlkə o da yoxdur. O qədər mövzular var ki, elə. Şübhə varsa, qardaşım, uzaq ol. Təqva budur. Düzdür, dinimiz şəriət fətvadır. Fətvaya uymalısan. Yəni, nə mənada? Yəni, caizdir, icazəlidir. Amma işin təqvasını unutmamaq lazımdır. Təqva işi salih əməllərin arxasında gedən və Allahdan ən çox qorxanların işidir. Təqva işi. İkinci olaraq ixlas. Yəni, hər bir əməlimizdə Allahı önə almaq. Yəni, hər bir işi gördüyümüz zaman, yəni, düşüncə, davranışlarımızın yalnız və yalnız Allah üçün olmasıdır, qardaşlar. Çünki ixlassız bir əməl
Nə qədər işləsən, çünki Allahın rızasına uyğun olmayan bir əməl qəbul olunmaz. Bəzən sual verilir. Yaxşı, ay hoca, ay müəllim, ay şeyx. Bu qədər insanlar var ki, imanı yoxdur, nə qədər yaxşılıqlar edirlər. Bunların aqibəti nə olacaqdır? Yaxşı. Var da yəni, ola bilər, qeyri-müslimlər olur. Yaxşı əməllər işləyir. Əlbəttə ki, Allah ədalətlidir. Adil sifəti var Allahın 99 ismindən. Və bir ayət kəlməsində də فَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ خَيْرًا يَرَى deyir ayət. وَمَنْ يَعْمَلْ مِثْقَالَ زَرَّةٍ شَرًّا يَرَى. Zərrə qədər Allah, yəni zərrə qədər dediyimiz, Allah mükafat verər və cəzasını verər. Allah ədalətlidir. Amma imanı olmadığı üçün qiyamət günü onun cavabı yoxdur. İxtilafsız mövzudur ha bu. Sizə sağa, sola, olar, olmaz demirəm ha. Qardaşlar, kusura baxmasınlar. Allah onun mükafatını verəcəkdir təbii ki. Nə verəcəkdir? Bu dünyada ikən rahat həyat verəcəkdir. Verdiyi üçün, Allah üçün, yəni Allah üçün olmadığı üçün, öz nəfsini və yaxud da ki, onsuz da biz həyat təcrübəsi olaraq, burada yaşlı nəsil də bilir və bunu əvvəlki nəsillərə də bax, əshabın həyatına da baxdığımız zaman o sahabən biri gəlir, sual verir Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemə. Ya Resulallah, baxın, gör nə gözəl bir örnəkdir bu, nə gözəl bir mesajdır. Bax, bu sualın cavabı. Ya Resulallah, mən cahiliyyə dönəmimdə, heç hələ iman etməmişdən əvvəl, mən yardımlar eləyirdim. Mən bir dul qadına, yetim uşağa yardım eləyirdim. Mənim savabım veriləcəkdir. Bax, Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellem gözəl bir cavab verir. Bax, 1400 il bundan əvvəl mesaja baxın. Yenə də öz sağlamlığını, öz tazəliyini qoruyur. Nə deyir Allah Rasulü? Allah Rasulü sallallahu aleyhi ve sellem bir sözü var, və anası itirmiş, bizə deyirlər yetim qalası dilləri. Və sən nə bilmişdin ki, Allah sənə niyə görə hidayət vermiş? Sən nə bilmişdin ki, sənin burada nə işin var? Sən bu dəqiqə tayların gedib orada, burada, nə bilim, o restoranda, o kafexanada da oturublar bu dəqiqə. Futbol oynayırlar oyundan. Amma sən cümədəsən. Allahın əmrini yerinə yetirməyə gəlmişsən. Allah bəzən əməllərə də onu vəsilə qılır. Sahabənin dediyi kimi. Bəs nə bilmişdin, deyir, Allah sənə hidayət. Yəni, hidayət özü bir böyük bir neymətdir. Həmd olsun, hər kəsə nəsib olmaz. Ona görə də Allah həmd olsun ki, Rəbbimiz bizə hidayət verdi. Və davam edirik, az bir vaxt qalıb, inşallah tamamlayırıq. İslamın, yəni Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmin İslam olaraq şəxsiyyətin formalaşmasında, qurulmasında da ən önəmli faktorlardan biridir, ən önəmli. Yəni bir məscidin sütunusuz olmaz deyə dediyimiz zaman bu dinin də sütunu nədir? Biri də elmdir. Qardaşlar, elm. Allah Azza və Cəllə də elmə dəyər verir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də elmə dəyər verir. Qardaşlar, hər bir müsəlman elmli olacaqdır, eğitiləcəkdir. İstər mənəvi, istər yəni zahiri elm, batin elm. Mütləq bir müsəlman, həm zahiri elm dediyimiz dünyaya aid olan elm. Bugün günü-gündən yəni inkişaf edən bir dünyada yaşayırıq. Yəni biz xurafat əməllərdə deyil də günü-gündən inkişaf eləməliyik. Bu da elm vasitəsilə olur, qardaşlar. Elmimizi çoxaltmalıyıq. Gələcək nəsli elmli olmalıdır. Amma o elmin də içində mütləq və mütləq Allaha ibadət olmalıdır. Çünki bilirsinizmi? Həqiqi alimlər deyir, kimlərdir? Bilirsinizmi deyir? Həqiqi alimlər Allahdan qorxanlardır, deyir. Elə o bəzəkli kəlməsində belə kulturlu kəlmələrə allanmayın. Fəlsəfi kəlmələrə allanmayalım. Elm o deyildir. O deyildir elm. Həqiqi elm həm bu dünyada səni ayaqda durduracaq, həm də ahirətini qazandıracaqdır elm. O elm o elmdir. Həqiqi elm. Ona görə bir müsəlman elm sahibi olmalıdır. Və son olaraq tamamlayayım. Və bir də ən önəmli olan bayaq az öncə dediyimiz əməl, qardaşlar. İman etdim deməkdən də bitmir.
İman ettinsə, iman etdiyinə əməl etmən lazımdır. Ona görə biz, çünki Quran-ı Kərimin Allahın əmirlərinə, ayətlərinə, əmr bil ma'ruf, nəhy anil münkər baxdığımız zaman orada əməl var. Əmələ xitab edir. Bunu et, bunu et, bunu etmə. Ona görə bir müsəlman mütləq və mütləq Allaha iman edən bir müsəlman əməl etməlidir. Və bir çox ayətə baxdığımız zamanda iman edib salih əməl işləyənləri vurğulayır Allah Azze və Cəllə. Məsələn, illellezine amenu və amilus salihat deyə keçir ayətlərdə iman edib və əməl edənlərdən bəhs edilir. Və ya eyyuhellezine amenu, məsələn, ey iman edənlər. Yəni birbaşa Allah Azze və Cəllə xitab edir. Yəni ey iman edənlər, sən iman etmirsən, eləmi? Ondan sonra da deyir, əməli vurğulayır Allah Azze və Cəllə. Dəfələrdən ayət gəlməsində. Ona görə iman etməklə də iş bitmir, əməl etmək lazımdır. Əməl də birinci növbədə bizim müxatabımız Quran-ı Kərimdir. Heç bir zərrə qədər şübhə olmayan Quran-ı Kərimdir və onu ən gözəl yaşayan usvetun həsənə deyə Quran-ı Kərimdə keçən örnək olan Peyğəmbər Əfəndimiz sallallahu aleyhi ve sellemin həyatı və onun əshabı və ondan sonra varisləri ki, alimlər onların həyatı bizim üçün bir örnəkdir və əməl etməmizə bir vəsilədir. Allah bizi doğru, dürüst, həyatında həqiqi İslamı yaşamağı nəsib eləsin. Bunu niyə görə söylədim, qardaşlar? Çünki həqiqi İslam dediyimiz zaman İslama sonradan daxil olmuş xurafatlar deyil, İslamın kökü özü olan Quran-ı Kərim və sünnət yolundan bizləri ayırmasın. Və bizləri də bu İslamı yaşayarkən və yaşadarkən də itidal yoldan ayırmasın. Çünki ifrat da, tefrit də təhlükədir. Və ayət kərimədə baxdığımız zaman nə deyir? Həlak olanları gördünmü? Kimləri? İfrata varanları deyir. Həddini aşaraq həlak olanları gördünüzmü? Deyir ayət kərimədə. Demək, biz nə həddimizi aşsaq, nə də aşağı olaraq da İslamdan uzaqlaşmayacağıq. Rəbbim bizi söylədiklərimizi əməlimizdə, halımızda tətbiq eləməyə nəsib eləsin.